Siz pəhriz edərkən təkcə özünüzdən əksilən bir neçə kiloqramla mübarizə aparmırsınız. Ən böyük mübarizəniz əslində beyninizlədir. Əsrlərdir, illərdir beynimizdə formalaşmış, kodlanmış həyatda qalma mexanizmasının mübarizəsi ilə əslində mübarizə aparırıq eyni zamanda da. Çünki əksilən təkcə 4-5 kiloqram bizim sağlamlığımıza çox da ciddi problem yaratmaz. Amma beynin o sağ qalmaq üçün yeməsi, möhkəm durması mübarizəsi ki, kodları ki var, onlar dərhal ortaya çıxır və sən yeməyi kəsdikcə özündən, bəzi şeyləri yemək qadağası qoyduqca, beyin onları daha çox yeməyini səndən tələb edir. Yəni, sən əslində təkcə çəkinlə yox, beyninlə də mübarizə aparırsan və ara sıra pəhrizi saxlamağın, axıra qədər çatdırmamağın səni məyus etməsin ki, sən zəifsən. Xeyr, onun üçün də çəki verərkən qatı qadağalardan uzaq durun. Yəni, bəzən bəzi şeyləri ölçüsündə və çəkisində yeməyi də özünüzə icazə verin. Çünki qatı qadağalar bir yerdən sonra tamamilə mübarizə sistemini çökdürür.